Azərbaycanın qeydinə qalası olsaq, Azərbaycanda necə bu mənzillərlə bağlı mənzil şəraitinin yaxşılaşdırılması və yaxud da mənzilə sahib olması məsələsini sizcə nələr etməliyik? Çünki bizdə də, bax, bugün BMT-nin baş katibinin müraciətində də bu var idi. Mənzil məsələsi çox ciddi məsələdir. Mənzil məsələsi bayaq söylədiyimiz kimi o qlobal çağırışa çevrilib. Çünki o təkcə elə mənzil, sadəcə o mənzil çatışmamazlığı, onun ardınca sosial problemlər və digər problemlər yetişir. Bizdə necə? Bizdə də bu məsələ, mənzil məsələsi Azərbaycan üçün də dünya xarakter olan spesifik çətinliklər mövcuddur. Və bu dediyimiz problemin özəlliyi ondadır ki, vaxtilə mənzilin olmaması, əhalinin ev ala bilməməsi, hətta kirayə tutmaq üçün pulunun olmamasından danışanda qlobal cənubun adını çəkərdilər. O ölkələr, yəni 3-cü dünya ölkələri. İndi qlobal şimal, yəni Avropa, Amerika Birləşmiş Ştatlarında da getdikcə analoji vəziyyət. Məsələn, bu günlərdə Birləşmiş Ştatların ən böyük insanlar məskunlaşdığı şəhərlərdən biri New Yorkdur. 140 mindən çox insanın evi eşiyi yoxdur. Bəs Azərbaycanda? Los Angeles'da 71 mindən çox, həm də ermənilərin çox məskunlaşdığı yerdə, yəqin ki, onlar çoxunu zəbt ediblər. Onların da deməli yaşamağa mənzilləri yoxdur. Azərbaycana gəldikdə isə bu problem Azərbaycanda xarakterikdir. Yəni biz dünyanın tərkib hissəsiyik və mənzil çatışmamazlığı, insanların mənzil alması ilə bağlı qiymətlərin bahalılığı və xüsusilə də kirayə evlərinin qiymətinin qalxması. Bunun obyektiv səbəbləri var, subyektiv səbəblər var. Subyektiv nəyi hesab edirsiniz? Subyektiv səbəblər deyəndə o hallar var ki, məsələn, bəzi insanlar var ki, tutaq ki, onların malik olduğu vəsaiti daşınmaz əmlaka qoyurlar və daşınmaz əmlak satıldı, satılmadı, onun üçün fərqi yoxdur. Niyə o sadəcə o biznesi seçiblər? Və görünür ki, yəni onlar çox da uğurlu, mən biznes adamlar deməzdim onlara. Çünki tək əmlaka qoymaqla yalnız zamanı gözləmək ki, qiymətlər qalxsın, yəni bu mənə gəlir ki, biraz pasiv biznes yoludur. Ancaq istənilən halda, Elçin müəllim, istənilən halda bu problem mövcuddur.